Salam əziz 5-cilər və dərsləri övladları ilə birgə izləyən valideynlər. Rəylərə görə, bəyənmələrə görə sizə təşəkkür edirəm. Sağ olun ki, dərsləri bəyənirsiniz. Amma onu paylaşsaz, başqa uşaqların da bu kanal haqqında məlumatı olsa çox sevinərəm. Keçək mövzunun izahına. Artıq biz sizinlə 23-cü mövzudayıq. Mövzumuz Sovet işğalı olacaq. Bu dərsin sonunda siz nələrə nail olmalısınız? Siz Azərbaycan SSR haqqında sadə biliklər nümayiş etdirməyi bacarmalısınız. 1918-ci il 28 may Müsəlman şərqində ilk dəfə Azərbaycanda Cümhuriyyət quruldu. Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Amma bu qısa ömür bir millətə dövlət olmağın nə demək olduğunu öyrətdi. 1920-28 aprel təkcə bir işğal günü deyil. Bu, xalqımızın azadlıq yolunda verdiyi böyük bir imtahandır. Əgər biz 28 aprel 1920-ci ili unutsaq, tarix yenidən təkrarlana bilər. Bugün azad və müstəqil Azərbaycanda yaşamağımız minlərlə insanın vaxtilə verdiyi qurbanların nəticəsidir. Bu mövzuda biz Azərbaycanda Sovet hakimiyyəti necə quruldu sualına cavab axtaracağıq. Keçək mövzunun izahına. Qarabağdakı qiyam Bolşevik-Daşnak işbirliyinin ortaq planı idi. Yenə də deyirəm uşaqlar, tarixi əzbərləmək olmaz. Tarixi mütləq dərk eləmək lazımdır onu öyrənə bilmək üçün. Bolşevik-Daşnaklar kimlər idi? Bolşeviklər deyəndə biz burada rusları nəzərdə tuturuq. Daşnaklar deyəndə isə erməniləri. Yəni Bolşevik, Daşnak milli mənsubiyyət deyil, həm də partiya mənsubiyyətidir. Ermənilərin millətçi bir partiyası var idi. Daşnak üstün partiyası. Onların üzvlərinə belə deyirlər, Daşnaklar. Belə ki, Daşnaklar Azərbaycan hərbi qüvvələrinin diqqətini şimal sərhədlərdən yayındırmalı idi. Bunun əvəzində Bolşeviklər Daşnaklara Azərbaycandan ərazi vəd etmişdilər. Yəni ruslar ermənilərə Azərbaycandan ərazi vəd etmişdilər. Ona görə də 40 minlik AXC ordusu bütünlüklə Azərbaycan-Ermənistan sərhədinə və Qarabağa yerləşdirildi. AXC ordusu Qarabağda erməni qiyamını yatırtmaqla məşğul olanda Rus Bolşevik ordusu şimal sərhədimizə yeridildi. Ölkəmizin şimal sərhədləri demək olar ki, müdafiəsiz qaldı. Belə başa salın bunu sizə uşaqlar. Ermənilər ruslar tərəfindən əmr almışdı. Onlar Qarabağda qiyam yaratdılar. Yəni burada Qarabağda yaşayan əhalini belə deyək də qırmağa başladılar, zorakılıq eləməyə başladılar və AXC ordusu da Qarabağdakı qiyamı yatırtmağa cəlb olundu və şimal sərhədlərimiz müdafiəsiz qaldı. Burada isə artıq ruslar 70 minlik ordu yerləşdirmişdilər. Şimal sərhədimizi isə cəmi qoruyurdu 350 Cümhuriyyət əsgəri, sərhəddə olan əsgərlər. Yəqin ki, başa düşdünüz, bir daha deyirəm, AXC dövründə Qarabağda ermənilər qiyam etdi. AXC ordusu, 40 minlik ordu bu qiyamı yatırtmağa getdi. Şimal sərhədləri müdafiəsiz qaldı. Şimal sərhədlərini cəmi 350 əsgər qoruyurdu. Azərbaycanın işğalı 11-ci Qırmızı Orduya tapşırılmışdı. Sayı 70 minə çatan ordu şimal sərhədlərimizi keçdi. Düşmən əskərlərini daşıyan zirehli qatarların istiqaməti Bakıya idi. Yalama stansiyasındakı 350 nəfərlik sərhəd dəstəsi düşmənlə qeyri-bərabər döyüşə girdi. Əsas məqsəd düşməni mümkün qədər ləngitmək, işğal planını pozmaq idi. Əvvəlcə zirehli qatarların qarşısına partladıcı ilə dolu qatar buraxıldı. Lakin bu qatar Qırmızı Ordunun top atəşi ilə sıradan çıxarıldı. Sonra stansiyadakı dəstəmiz Bolşeviklərə hücum etdi. Təbii ki, üstün qüvvələrlə döyüşdə sərhəd dəstəsinin bütün üzvləri qəhrəmancasına şəhid oldular. Qarşı tərəf də ciddi itkilər vermişdi. Hücumları bir neçə saat ləngimişdi. Lakin 1920-28 apreldə Rus Bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycan SSR-nin yarandığı elan olundu.
Burada bir mənbə var. Rus əsgərlərinin artıq sərhəddə yerləşdirilməsi ilə bağlı, onu oxuyaq. Rusiya ilə AXC-nin şimal sərhədi Samur çayı idi. Bolşevik ordusu çayın o tərəfində Azərbaycanı işğal etməyə hazırlaşmışdı. Lakin bunu hiss etdirmək istəmirdilər. Sərhəddəki Rus qoşununun əsgər və zabitləri dostluqdan danışır, Azərbaycan sərhədçiləri ilə mehriban davranırdılar. Özləri deyib gülür, rəqs edir, hətta bizim sərhədçiləri də məclislərinə qoşulmağa dəvət edirdilər. Lakin aprelin sonlarında hər şey bir anda dəyişdi. Dost ordu sərhədçilərimizə qəfil atəş açaraq Azərbaycana daxil oldu. Azərbaycan Sovet Respublikası. Gəlin ilk öncə bunu izah edim sizə, təhlil eləyək. Bolşeviklərin yaratdığı respublika Azərbaycan Sovet Sosialist Respublikası adlanırdı. Burada Sovet sözü nə deməkdir? Sovet bizim dilimizdə məsləhət deməkdir. Yəni şura, hamının birgə işi mənasında. Təsadüfi deyil ki, Azərbaycan əhalisi ilk vaxtlar yeni yaranan quruma şura hökuməti deyirdilər. Sosialist sözü. Sosialist bərabərçi deməkdir. Bolşeviklər hakimiyyətə gəlməmişdən qabaq kəndlilərə, fəhlələrə təbliğat aparmışdılar ki, biz kəndli fəhlə hökuməti yaradacağıq. Kəndlərə pulsuz torpaqlar paylayacağıq, fəhlələrə yaxşı şərait yaradacağıq və s. Elə bolşeviklər buna görə nüfuz qazanmışdılar. Kəndlilərə və fəhlələrə verdiyi vədlərə görə. Sosialist də bərabərçi deməkdir. Yəqin ki, bu sizə aydın oldu. Demək, bolşeviklər elan etmişdilər ki, fəhlə kəndli hökuməti yaradacaqlar. Hətta buradan sizə bir tapşırıq verirəm, uşaqlar. Azərbaycan SSR-nin bayrağını internetdə axtarın. Orada çəkic və oraq təsviri var. Yəni, fəhlə və kəndlilər üçün belə bir təbliğat eləmişdilər. Bayraqlarında da oraq və çəkic şəkilləri var. Azərbaycan SSR-ni yaradanlar, yəni bolşeviklər, xüsusi mülkiyyətin əleyhinə idilər. Bolşeviklər torpağı olanları, fabrik zavod sahiblərini düşmən hesab edirdilər. 1920-1930-cu illərdə əhalinin varlı hissəsi, həmçinin bəy və ağalar ya məhv edildi, ya da sərvətləri əllərindən alındı. Məsələn, Hacı Zeynalabdin Tağıyev, neft milyonçusu. Amma Sovet dövründə onun əmlakı müsadirə olundu. Çünki bolşeviklər nə deyirdi? Biz bərabərlik yaradacağıq. Yəni, xüsusi mülkiyyəti olanların əleyhinə idilər. Sağ qalanlar ölkə xaricinə, xüsusilə qardaş Türkiyəyə sığındılar. Onların çoxu bir daha vətənə qayıda bilmədi. AXC dövlət orqanlarında çalışanların bir qismi güllələndi. Digərləri həbs edilərək Rusiyanın Uzqar adalarına, Sibirə sürgün edildilər. Sərt iqlim şəraitində ağır işlərə məcbur edilən bu şəxslərin çoxu geri dönə bilmədi. Bolşeviklər din xadimlərinə də acımadılar. Onlar bütün dinləri qadağan etmişdilər, bütün dinləri əfsanə sayırdılar. Nəinki məscidləri, hətta kilsələri də dağıtmışdılar. Kilsələri, məscidləri ambara, kitabxanalara çevirirdilər. Azərbaycana münasibətdə bolşeviklərin siyasəti Rusiya imperiyasından o qədər də fərqlənmirdi. Necə ki, Çar Rusiyası Azərbaycanın sərvətlərini mənimsəyirdi, indi isə Sovet Rusiyası. Sərvətlərimiz Rusiyaya daşınırdı. Güya müstəqil olan Azərbaycan SSR-nin bütün xarici ticarəti də Moskvanın nəzarətinə keçmişdi. Qərarlar, qanunlar hamısı Moskvadan verilirdi. Moskva ümumiyyətlə SSR-nin paytaxtıdır uşaqlar. Rusiya imperiyası ərazisində yaradılan bu tipli güya müstəqil respublikalar daha sonra SSR-də birləşdilər. Yəni, Azərbaycan yenidən Rusiyanın bir əyaləti oldu. Gəlin, SSR sözünü də sizə izah edeyim. Burada Sovet, Sosialist, respublikalarının ittifaqı, ittifaq sözünü yadda saxlayın. Tutaq ki, SSR-nin tərkibində var idi Ukrayna, Belarusiya, Rusiyanın özü və Cənubi Qafqazın 3 respublikası.
Bir çox yerlərdə də buna rast gələcəksiniz. Burada da məna eynidir. Rus dilində Sovet, sosialist, respublikalar. Buradakı S isə soyuz deməkdir, yəni ittifaq rus dilində. Bəs Sovet işğalına qarşı çıxışlar olmadımı, üsyanlar olmadımı bu rejimə qarşı? Təbii ki, oldu. İndi isə Sovet rejiminə qarşı üsyanlardan danışaq. Hansı ayda baş verib? May ayında. İşğal nə vaxt olub? Aprel ayında. Demək, çox keçmədi ki, artıq rejimə qarşı üsyanlar baş vermişdi. Azadlığın itirilməsi, bolşeviklərin törətdikləri qırğın və talanlar üsyanlara səbəb oldu. Onlar bərabərlik yaratmaq istəyirdilər, amma hərbi yolla, güc yolu ilə. Hərbi kommunizm deyirik biz buna. Azərbaycanın hər yerini xalq hərəkatı bürüdü. Onların içərisində Gəncə üsyanı xüsusilə seçilirdi. Yəni bu Gəncə üsyanı Sovetlərə qarşı idi, Sovet rejiminə qarşı idi. Bəs bu üsyanı kimlər eləmişdi? Yadınızdadırsa, 1918-ci il 26 iyunda Azərbaycan Xalq Cümhuriyyətinin ordusu yaradılmışdı. Bu Azərbaycanın milli ordusudur. Elə həmin ordunun hissələri bolşeviklərə qarşı üsyana qalxdılar. Ətraf ərazilərdən də vətənpərvər insanlar Gəncə üsyanına qoşulmuşdu. Əvvəlcə şəhərdəki bolşevik qüvvələri zərərsizləşdirildi. Hansı şəhərdəki? Gəncə şəhərində. Kimlər zərərsizləşdirildi? Bolşevik qüvvələri. Demək, üsyanın ilk mərhələsində üsyançılar üstünlüyü təşkil edirdi. Daha sonra Gəncədəki hökumət binaları nəzarətə götürüldü. Burada Gəncə üsyanı ilə bağlı bir mənbə var. Gəncə üsyanına bir neçə gün qalmışdı. Yəni ərəfəsində. Bu zaman yerli əhalidən 200 nəfərlik silahlı dəstə şəhərdəki bolşevik qərargahına gəldi. Onlar bolşeviklərə xidmət etmək istədiklərini bildirdilər. Yəni güya. Ruslar dəstəni sıralarına qəbul edib kazarmada yerləşdirdilər. Əslində isə bu 200 nəfər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçməyə hazır olan fədai dəstələri idi. Gəncə üsyanı başlayan kimi onlar qırmızıların, yəni bolşeviklərin hərbi qüvvələrini tərk silah etmişdilər. Uşaqlar, bolşeviklər həm də qırmızılar adlanırdı. Nəyə görə? Elə SSR-nin bayrağına da baxsaz, qırmızı rəngdədir. Çünki qırmızı rəng üsyan bayrağıdır, rəngidir, inqilab rəngidir. Ona görə axı onlar inqilabla hakimiyyətə gəlmişdilər. Ona görə də bayraqları da qırmızı idi və bolşeviklərə bəzən qırmızılar da deyirdilər. Gəncədəki vəziyyət bolşevikləri qorxuya salmışdı. Dərhal şəhərə əlavə ordu hissələri göndərildi. Milli ordunun Gəncədəki hissələri əks hücuma keçərək düşmənə ağır zərbələr endirdi. Mülki əhali də əskərlərlə çiyin-çiyinə döyüşürdü. Şəhərə yalnız 4 zirehli qatar və minlərlə əskər yeridəndən sonra üsyançıların müqavimətini qırmaq mümkün oldu. AXC ordusunun 12 generalı, onlarla yüksək rütbəli zabit Nargin adasına aparılaraq orada güllələndi. Gəncə üsyanı yatırılanda mühasirəni yara bilən igid hərbiçilərin bir hissəsi Türkiyəyə keçməyi başardılar. Daha sonra isə onlar Türkiyənin qurtuluş hərəkatında Mustafa Kemal Atatürkün silahdaşına çevrildilər. Demək, biz bugün Azərbaycanda 28 aprel işğalından sonra Azərbaycan SSR-nin yaranmasından danışdıq. May ayında isə Azərbaycanda Sovet rejiminə qarşı, bolşeviklərə qarşı olan Gəncə üsyanından, daha sonra isə onun yatırılmağından danışdıq. İndi siz artıq Sovet sosialist sözünün mənasını bilirsiniz. Sosialist bərabərçi deməkdir. Onlar xüsusi mülkiyyətin əleyhinə idilər. Eşitmisiniz yəqin ki, kolxoz. Kolxoz nədir? Kollektiv təsərrüfat. Yəni, fərdi kəndli təsərrüfatları ləğv olunur, hamı bir yerdə işləyir. Kolxoz, kollektiv, rus dilində xəzəyəstvo, yəni təsərrüfat deməkdir. Başqa nə öyrəndik? Bolşeviklərin təbliğatından danışdıq. Onlar fəhlə kəndli hökuməti qurmağa çalışdıqlarını qeyd edirdilər.
Bayraqlarının nəyə görə qırmızı olduğunu bildiniz? Bayraqlarında nəyə görə oraq və çəki olduğunu bildiniz? Yenə sualınız olsa uşaqlar rəylərdə yaza bilərsiniz. Bu isə bu dərslə bağlı tapşırıqlardır. Mətni bərpa eləməlisiniz. Mətni öyrənəndən sonra bu hissənin görüntüsünü alın, daha sonra onu işləməyə çalışın. Bunu mən sizə artıq deməyəcəm, çünki yəqin ki, özünüz bunu rahatlıqla işləyə biləcəksiniz. Baxın, 1920-28 aprel Rus Bolşevik işğalı nəticəsində AXC süqut etdi. Azərbaycanda Sovet hakimiyyəti quruldu. Azərbaycan Sovet Sosialist Respublikası adlanırdı. Demək, AXC dövlət orqanlarında çalışanların bir hissəsi güllələndi. Məscidləri, dinləri əfsanə hesab edirdilər. Onlar dağıdıldı, klublara çevrildi. Sərvətlərimiz Rusiyaya daşınmağa başlandı. Bu hissənin ekranın görüntüsünü alın, özünüz işləyin ki, məktəbdə rahat ola biləsiniz. Baxaq. Sizcə Azərbaycanın 11-ci Qırmızı Ordu tərəfindən işğalını asanlaşdıran amillər hansılar oldu? Qarabağda ermənilərin yaratdığı qiyam. Çünki 40 minlik ordu hara yönəlmişdi? Qarabağdakı qiyamı yatırtmağa. Hansı hissədə sərhədlər müdafiəsiz qalmışdı? Şimal. Demək, neçə minlik əskər Rus ordusu qalmışdı sərhədlərimizdə? 70 minlik. Azərbaycan SSR-nin xalqımızın mənafeyinə qorumağa hazır olduğu olmadığını demək olarmı? Yəni, belə deyək uşaqlar, əslində Azərbaycanda Sovet hakimiyyəti quruldu. Amma bu bolşeviklərin dövləti idi. Bizə dırnaq arası müstəqillik verilmişdi, vəd olunmuşdu. Bir müddətdən sonra isə xarici ticarət əlimizdən alındı, sərvətlərimiz daşınmağa başlandı, Azərbaycan xalqı repressiyalara məruz qaldı, Azərbaycan xalqına ibadət eləmək qadağan olundu, hətta Novruz bayramını keçirmək qadağan olundu və s. Azərbaycana münasibətdə bolşevik hökuməti ilə Rusiya imperiyasının arasında oxşarlıqlar nələr idi? Hər ikisində demək olar ki, Azərbaycan Rusiyanın əyaləti idi. Hər ikisində dilimiz sıxışdırılırdı, dinimiz sıxışdırılırdı, ayrı seçkiliyə məruz qalırdıq və s. Sizcə Gəncə üsyanında qələbə qazanmaq üçün daha nələr lazım idi? Bu üsyan yalnız Gəncəni əhatə eləməməli idi. Digər ərazilərdən də Gəncəyə tam kömək gəlməli idi. Xalqımızın əksər nümayəndələri bura qoşulmalı idi. Düzdür. Xalqımız da çiyin-çiyinə vuruşmuşdu. Amma bu üsyan lokal xarakter daşıyırdı və tutaq ki, üsyan olub ancaq Gəncədə, üsyan olub ancaq Qarabağda, bütün ölkə ora qoşulsaydı, üsyan daha uğurlu ola bilərdi. Ümid edirəm ki, dərsi başa düşdünüz. Yenə də nəsə sualınız olsa, rəylərdə yazıb bildirə bilərsiniz. Videoya baxandan sonra onu bəyənməyi, paylaşmağı unutmayın.